Beləliklə onlar ilk ibtidai sinif otağını qurdular. Aha, əziz qəbilə. Deməli, biz danışmağı öyrənməliyik. Bu mütləqdir. Mən artıq daşla, qumla oynamaqdan bezdim və təkamül elədim, danışmağı öyrəndim. Bu çox böyük bir üstünlükdür. Çünki biz danışa bilsək, düşmən qəbilənin qarşısında biz aciz görünməyəcəyik. Ona görə də biz danışmağı öyrənməliyik. Həm də bizim çox böyük bir problemlərimiz var. Əziz qəbilə, biz yemək istəyəndə belə eləyirik. Dişimiz ağrıyanda da belə eləyirik. Ona görə də acan adamın dişini çıxardırıq, diş ağrıyan adama da yemək veririk. Qəbilədə ən təhlükəli hərəkət budur. Çünki ən yaxşı ehtimal belə göstərənin saçını qırxırıq, ən pis ehtimal yazığa kiçik toy eləyirik. Deyə yazıq qəbiləmizin əvvəlki başçısı istəyirdi ki, saçını qırxdırsın, belə elədi. Yazığı bastı, sünnət elədisin. Kiçik toy elədiniz adama. Ürək partladı, öldü kişinin. Hülə hey zat, bu nə oxuyur ha? Və beləliklə tarixin ilk qız dalınca maşınla düşən oğlanı göründü.